Salam əziz izləyicilər, 9-cu sinif şagirdləri. Bugün yenə də sizin üçün bir dəstək videosu gəlir. Mən Daşqın müəllim. Riyaziyyatın dərinlikləri kanalında bugün sizinlə yeni bir buraxılış imtahanının suallarına baxacağıq. Birinci sualımız, 5 dondurma 2 manat olarsa 10 dondurmanın qiyməti nə qədərdir? Bu aydındır ki, sadə bir düz mütənasiblük məsələsidir. Yəni biz burada tənasüb qurmalıyıq. 5 dondurma 2 manatdırsa, bəs 10 dondurma nə qədərdir? X. Bu düz mütənasib olduğu üçün biz bunu çarpaz vurub həll eləyəcəyik. 5x bərabərdir 10-u 2-yə vuranda 20. 20-ni də 5-ə bölündə 4 eləyir. X bərabərdir 4. C variantı olacaq. İkinci sualımıza baxaq. Kvadrat tənlik verilir və burada Viet teoremindən istifadə eləyəcəyik. Deməli, biz bilirik ki, x kvadratı çıxılsın 5x çıx 20 verildikdə köklər hasili sərbəst həddə bərabərdir, yəni -20-yə. Köklər cəmi isə ikinci həddin əmsalının əks işarəli qiymətinə bərabərdir, yəni 5-ə bərabərdir. Gətirib burada yerinə yazsaq, x1 vur x2 olacaq -20, x1 üstəgəl x2 5 olacaq. Bu da -4 eləyir. Burada cavabımız -4 olacaq. Deməli, uşaqlar, bunu sizə deyim, x kvadratı üstəgəl bx üstəgəl c bərabərdir. 0 şəklində tənlik çevrilmiş kvadrat tənliyi adlanır. Burada baş həddin əmsalı 1-dir. Yəni, baş həddin əmsalı 1 olduqda çevrilmiş kvadrat tənliyi alınır. Və bu tənliyin həllini Viet teoremi ilə həll etmək olur. Viet deyir ki, bunun köklərinin cəmi ikinci həddin əks işarəli qiymətinə bərabərdir. Köklərinin hasili isə sərbəst həddə bərabərdir. Yəni, bizə verilən sual əslində Viet teoreminin tətbiqinə aid sırf düstur məsələsidir. Burada cavabımız nə oldu? -20 bölünsün 5 -4. Deməli, cavab -4-dür. İndi həmin cavab da dairə eləyək. D variantı olacaq. Necələ 3-cü sualımıza. 3-cü sual onu deyir ki, bax, burada x olmalıdır da, yəni fx olmalıdır, düzdür? Fx. Ancaq 3 var. Yəni, x-in yerində 3 var. X-in yerində 3 var. Demək ki, burada da x-in yerinə 3 yazacağıq. Gəlin yazaq. F3 bərabərdir. X-in yerinə 3. 5 vurulsun 3. Üstəgəl 2. O da bərabərdir. 17 eləyir. Burada cavab B variantı. 4-cü suala baxaq. Çevrəyə aid olanları seçin. Vətər, diametr, median, hündürlük. Bəli, burada vətər və diametr çevrəyə aiddir. Hündürlük, median isə deməli, üçbucağa aiddir. Buna görə də biz burada 1-2-ni seçəcəyik. Median həm də statistikaya aid anlayışdır. Yəni, bu, Azərbaycan dilinə inteqrasiya eləsək, homonimdir. Həm statistika bölməsində var, həm də üçbucaq bölməsində var. Deməli, 5-ci sualımıza baxaq. Bir boru hovuzu 6 saata, digəri 7 saata, biri 6 saata doldurur, digəri 7 saata boşaldır. 2 boru eyni zamanda işləsə hovuz neçə saata dolar? Dolduran müsbətdir, boşaldan isə mənfidir. Belə suallarda 1 saata deməli, görülən işi tapmalıyıq. Bir boru hovuzu 6 saata doldurursa 1 saata 6-dan birini doldurur. Digər 7 saata boşaldırsa 1 saata 7-dən birini boşaldır. İkisi birlikdə açılsa 1 saata hovuzun 42-dən bir hissəsi dolmuş olacaq və bu zaman hovuz ümumiyyətlə 42 saata dolmuş olacaq. D variantı olacaq burada. 6-cı sualımıza baxaq. İki oxşar üçbucağın tərəflər nisbəti 6/7-dir. Onların uyğun olaraq perimetrlər nisbətini tapın. Oxşar üçbucaqların tərəflər nisbəti onların perimetrlər nisbətinə bərabər olduğu üçün A variantı olacaq. Bu şifahi bir sualdır. Gəldik 7-ci suala. 7-ci sualda sadə tənliklər sistemi verilir. Biz tənliklər sistemini həll etmək üçün bilirik ki, onun əmsallarını, uyğun hədlərin əmsallarını eyniləşdirməliyik. Baxın, birinci tənlikdə A-nın əmsalı 2-dir. Görürsünüz, A-nın əmsalı 2-dir. Ona görə də biz ikinci tənliyin hər tərəfini
2-yə vuracağıq. İkinci tənlikdə isə A-nın əmsalı 3-dür. Ona görə də birinci tənlikdə hər tərəfi 3-ə vuracağıq. Və belə olacaq. Birinci tənlikdə hər tərəfi 3-ə vurduqda 2A-nı 3-ə vuranda 6A, 3B-ni 3-ə vuranda 9B, 1-i 3-ə vuranda 3 eləyir. İkinci tənlikdə 3A-nı 2-yə vuranda 6A, üstə gəl B-ni 2-yə vuranda 2B bərabərdir. 18-i 2-yə vuranda 36 eləyir. Və əmsallar bərabər olduğu üçün artıq biz bunları alt-alta çıxa bilərik. Bu zaman 6A-lar gedəcək. Qalacaq -9B. Bax, işarə ilə bir yerdə götürməliyik. -9B. Çıxılsın. Bax, burada çıxılsın var. Çıxılsın 2B. Bərabərdir 3, çıxılsın 36. İndi -9B çıx 2B, -11B eləyəcək. 3-dən də 36 çıxanda -33 olacaq. Və B bərabərdir. Mənfini mənfiyə böləndə müsbət, 33-ü 11-ə böləndə 3 olacaq. B 3-dür. Burada belə bir tənlik var. 3A üstə gəl B bərabərdir 18. Gətirib burada B-nin yerinə 3 yazsaq, 3A üstə gəl 3 bərabərdir 18 olacaq. Buradan da 3A bərabərdir 18-dən 3 çıxaq 15 və A bərabərdir 15-i 3-ə böl 5 alınacaq. Beləliklə də B 3 oldu, A da 5 oldu və AB hasili 10 olacaq. 7-ci sualda A variantı olacaq cavabımız. 8-ci suala baxaq. 40 üstü 3-də 1 vur 5 üstü 3-də 2. Deməli 40 üstündə 3-də 1, 40 üstündə, bağışlayın bunu təzədən yazım, qarışdı. 40 üstündə 3-də 1 vurulsun. Burada 5 üstü 3-də 2-ni 5 üstü 2 üstündə 3-də 1 kimi yazacağım. Zaten mörtəzə açılanda üslər vurulur da, düzdürmü? Üslər vurulduğuna görə yenə də 3-də 2 olacaq. Və alınacaq 40 üstündə 3-də 1 vurulsun 25 üstündə 3-də 1. İndi üslər eyni olduğu üçün, yəni dərəcələr eyni olduğu üçün, üst deyəndə yəni dərəcələr eyni olduğu üçün biz bunları eyni dərəcə altında vura bilərik. Yəni 40 vurulsun 25. Belə demək mümkündürsə, dərəcəni mörtəzə xaricinə çıxarda bilərik. Bərabərdir 40-ı 25-ə vuranda eləyəcək 1000. 1000 üstündə 3-də 1. 1000 isə onun kubudur. Onun kubu üstündə 3-də 1. Burada mörtəzə açılanda üslər gedəcək və cavab alınacaq 10. 8-də cavab B variantı. Gəldik 9-cu sualımıza. 9-cu sual. Deyəsən, ehtimala aiddir. Aha. Ehtimala aid bir sual. İndi həll edək. İlk 20 natural ədəd içərisində təsadüfən seçilmiş bir ədədin sadə ədəd olması. İlk 20 natural ədəd içərisində təsadüf seçilən birinin sadə ədəd. Ehtimal nədir? Ehtimal məxrəcdə bütün hallar surətdə axtarılan hallar deməkdir. Axtarılan. Və bu da bərabərdir. Bütün hallar 20 dənədir. Axtarılanlara baxaq. 20 dənənin içərisində sadə ədədləri seçək. 2, 3, 5, 7, 11, 13, 17, 19. Neçə sadə ədəd oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8. 20-də 8. Bunun da məxrəc surətini 5-ə vuraq, onluq kəsrə gətirək. Çünki axı cavablar onluq kəsr şəklində verilib, düzdür? Onda nə olacaq? 40 olacaq. 40. Sıfırlar gedir. 10-4. Yəni 0-4 olacaq. Burada cavabımız C variantı. Gəldik 10-cu sual. Kök adlı 43 ədədi hansı iki tam ədəd arasında yerləşir? Kök adlı 43-dən sola getdikdə hansı ədəddən kök çıxır? Kök altında 36-dan kök çıxır. Sağa gəldikdə hansı ədəddən kök çıxır? Kök altı 64-dən. Yox, kök altı 49-dan. Kök altı 49-dan. Deməli, kök altı 36-dan 6 çıxacaq. Kök altı 49-dan 7. Deməli, bu 6 ilə 7 arasındadır. C variantı olacaq. 11-ci suala baxaq. Rombun diagonalları 12 və 15-dir. Onun sahəsini tap. Rombun sahəsi
D1 vurulsun D2 böl 2 düsturu ilə hesablanır. Yəni 12 vurulsun 15 böl 2. Burada ixtisar gedəcək. Bura 1, bura 6. 6'nı da 15'e vuranda 90 olacaq cavabımız. Cavab 90 Y variantı olacaq. İndi gəldi 12-ci suala. 12-ci sualda sahəsi 81 pi olan dairənin diametrini tapın. Deməli, dairənin sahəsi pi r kvadratı düsturu ilə hesablanır. Bu da 81 pi'dir. Pi'lər getdi, r kvadratı bərabərdir 81 alınır. R də bərabərdir 9 alınır. Onda diametrdə 2r olduğu üçün diametr olacaq 18. Cavabımız olacaq 18 D variantı. 13-cü sualda ABC çoxluqları verilir və bizə deyilir ki, A'dan B'ni çıx, bunu C ilə kəsişdir. Alınan çoxluğun elementlər sayını tap. A'dan B'ni çıxmaq, A'dan ortaqları çıxmaqdır. Ona görə də A ilə B'nin ortaqlarının seçək. Burada bir dəqiqə. Məsələn, 2'lər ortaqdır. Bu getdi. Sonra 5 varmı yuxarıda? 6 varmı? 8. Aha. 8'lər ortaqdır. 10'lar ortaqdır. 12'lər ortaqdır. Sonra 3, 4, 7, 17 qaldı. Aşağıda yoxdur onlardan. Vəssalam. A'dan ortaqları çıxdıq. A'da nə qaldı? A çıx B'də nə qaldı? 3, 4, 7, 17. Onda yazacağım ki, A çıxılsın B bərabərdir 3, 4, 7, 17. İndi bununla mən kəsişdirməliyəm C çoxluğunu. Deməli, kəsişmə nədir? Ortaqları seçməkdir. Gəlin indi A çıx B çoxluğu ilə C çoxluğunun ortaqlarını seçək. Burada 3'lər ortaqdır. Deməli, bunu da qırmızı rənglə işarələyək. Baxın, 3'lər ortaqdır. Sonra 3'ü yazıram. Sonra 7'lər ortaqdır. 7'ni yazıram. Sonra 17'lər ortaqdır. 17'ni yazıram. 4 ortaq deyil. Beləliklə nə alındı? 3 dənə element alındı. Biz burada sayı tapmalıyıq. A variantı. 14-cü suala baxaq. Nəmliyi 40% olan 150 ton ağac qurudulduqdan sonra 100 ton oldu. Qurudulmuş ağacın nəmliyi neçə faizdir? Nəmliyi 40% olan 150 ton ağac var. Yəni 150 tonun 40%-i nəmlikdir. 150'nin 40%-ni tapaq. 100'dən 40'ını tapaq. Bərabərdir. Bunlar getdi və bunlar da getdi. Qaldı 60. Nəmliyi 40% olan 150 ton ağac quruduldu. Yəni 150 ton quruduldu. Bunun 40%-i su idi də. Onda su buradan çıxdı. Yəni 150 tonun 60 tonu çıxdı. Qaldı 150 çıxılsın 60 bərabərdir 90 ton. Oldu mu? 90 ton ağac qaldı. Amma 90 ton ağac qalmalı idi. 100 ton olub. Deməli bunun içində hələ yenə də su var imiş. Su var imiş. Deməli 90 tondan 100 tona qədər nə qədər su var? 10 ton. Deməli 100 ton ağacın 10 tonu sudur. İndi 100 tonun 10 tonu neçə faiz eləyir? Bunu 100%-ə vuraq. Bunlar getdi, qaldı 10. Deməli cavabımız B variantı olacaq. Gəldik 15-ci suala. 15-ci sualda 8'i ortaq vuruq olaraq çölə çıxardıqda qalacaq x kvadrat çıx y kvadrat. Məxrəcdə də x çıx y. İndi bu x kvadrat çıx y kvadratı biz müxtəsər vurma düsturuna əsasən x çıx y, x üstəgəl y şəklində aça bilərik. Və yuxarı ilə aşağı ixtisar getdikdə 8 vur x üstəgəl y qalacaq. Bunu da açdıqda D variantı alınacaq. Gəldik 16-cı sualımıza. 16-cı sualda düz bucaq təpəsindən çıxan şüa onu 5/4 nisbətində 2 bucağa ayırır. Düz bucaq təpəsindən çıxan şüa onu 5/4 nisbətində 2 bucağa ayırır. Alınan böyük bucağın dərəcə ölçüsünü tapın. Deməli 9x 90 dərəcə olmalıdır. X də 10 dərəcədir. Onda böyük bucaq 5x olduğu üçün cavabımız olacaq
50 dərəcə. 50 dərəcə A variantı. Gəldi 17-ci suala. 17-ci sualda surətdə A kvadrat çıx 25 var. 25 5-in kvadratıdır. Yəni A kvadrat çıx 5-in kvadratı. Bu A çıxılsın 5. Vurulsun A üstəgəl 5 şəklində yazılır. Məxrəcdə ifadə isə A üstəgəl 5-in mörtəzə kvadratıdır. Bu aydın görünür. Hələ ki birinci kəsirdə surət və məxrəc ixtisar gedir. Nə qalır? Birinci kəsrin özündə nə qalır? Surətdə A çıx 5, məxrəcdə A üstəgəl 5 qalır. İndi bunu böləcəm. İkinci kəsrə. Bölmək isə tərsinə vurmaqdır. Ona görə də mən bunu yazıb vuracam ikinci kəsrin tərsinə. A üstəgəl 5, A çıx 5. Buradan A çıx 5-lər gedir. A üstəgəl 5-lər də gedir. Qalır 1. Cavab C variantı. İndi gəldik 18-ci sualımıza. 18-ci sualda sadə bir hesablamadır kəsrlərə aid. 2.8 vur 2 bu 5,6 eləyir. 5,6-nın üzərinə 2,9 gələcək. 6 ilə 9-u 15 bir yadda. 5 ilə 2 7 yadda da 1 var 8. 8,5 eləyir. Və indi 8,5-in kvadratından 2,5-in kvadratını çıxmalıyıq. Bu kvadratlar fərqidir. Kvadratlar fərqinin düsturu nədir? A çıx B vurulsun A üstəgəl B. Yəni bir dəfə çıxacaq, bir dəfə toplayacağıq. Çıxanda 6 eləyir, toplayanda isə 11 eləyir. Və bunları da vuranda 66 olur. Cavabımız 66 D variantı olacaq. 19-cu sual. 4x bərabərdir. Mənfi 1-i keçirəcəm. Digər tərəfə müsbət 1 olacaq. Toplayanda 30 olacaq. X də bərabərdir. 30 bölünsün 4. 2-yə böləndə 2, 2-yə böləndə 15. 15-i də 2-yə böləndə 7, 10-da 5 eləyir. Bu da B variantı olacaq. Gəldik 20-ci sualımıza. 20-ci sualı. ABCD trapesiyasında bucaq ASD bu bucaq. Bucaq ABC bu bucağa bərabərdir. AD 18-dir. 18-dir. BC 8-dir. AC tərəfinin uzunluğunu tapın. Buranı tapın. Burada deməli uşaqlar bax. Bura alfa, bu da alfa çarpaz bucaqlar olaraq ortaya çıxır. Biz bunu ortaya çıxardık. Məsələdə verilənlər də beta bucağı ilə işarə eləyək. Aydın görünür ki, ABC üçbucağı ilə ACD üçbucağının uyğun bucaqları bir-birinə bərabərdir. Yəni 2 cüt bucağı bir-birinə bərabərdir. Onda avtomatik olaraq üçüncü bucaqlar da bir-birinə bərabər olacaq. Yəni bura fidirsə, D bucağı da fi olacaq. Və burada bucaqlar bərabər olduğu üçün üçbucaqlar oxşar olacaq. Oxşarlıqdan istifadə edək. Oxşar üçbucaqların uyğun tərəfləri mütənasib olur. Yəni uyğun tərəflər bir-birinə böləndə bərabər olmalıdır. İndi ABC üçbucağında fi bucağının qarşısındakı tərəf 8 bölünsün, o bir üçbucaqda fi'nin qarşısındakı tərəf 2. Sonra ABC üçbucağında betanın qarşısındakı tərəf 2 böl ACD-də betanın qarşısındakı tərəf 18. Bunu çarpaz vuranda x kvadratı bərabərdir 144. X bərabərdir 12 olacaq. Burada cavab A variantı olur. Gəldik 21-ci sualımıza. 21-ci sual kəsirlərə aiddir. 11-də 5 kəsrini sonsuz dövrü onluq kəsir şəklində göstərin. Gəlin göstərək. 5-i 11-ə bölməliyik. 5-də 11 0 dəfə, 0-da 11-in 0 gəldi. 50-də 11 4 dəfə 44. Ondan 4 çıxanda 6. 60-da 11 5 dəfə 55. Ondan 5 çıxanda 5. 50-də 11 4 dəfə. Sonra gələcək 5 dəfə, sonra 4 dəfə, sonra 5 dəfə. Beləliklə də 0 tam dövrdə 45 alınacaq. 0 dövrdə 45 C variantıdır. 22-ci sualımıza gəlirik. Sadə xətti bərabərsizlikdir. Biz bunu həll etmək üçün mənfi 44 y keçirəcəm bu tərəfə.
olacaq müsbət 44y və 44y üstəgəl y olacaq 45y. Bu tərəfdə olacaq 45y. İşarəni də yazım. Bir də bu müsbət 1-i keçirəcəm digər tərəfə, mənfi 1 olacaq, yəni çıx 1 olacaq. Onda 16-dan 1 çıxacam, 15 olacaq. Bunu da bu tərəfdə yazın. Və indi hər tərəfi 45-ə bölməliyəm. 15 bölünsün 45 böyükdür y. Burada ixtisar gedəcək, 15-ə bölünəcək hər tərəf. Bura 1, bura 3. Beləliklə də 3də 1 böyükdür y alınır. Bunu mən tərsinə yazsam olacaq, y kiçikdir 3də 1. 3də 1-dən kiçik, yəni mənfi sonsuzluqdan 3də 1-ə qədər y variantı deməkdir. 23-cü suala baxaq indi. 23-cü sual. Üçbucağın daxili bucaqları 3, 5, 7 nisbətində olarsa, onun böyük bucağın dərəcəsini tapın. 3x, 5x və 7x-in cəmi nə olacaq? 180. 15x bərabərdir 180, x də bərabərdir 12. Böyük bucağın dərəcəsi, yəni 7x-in dərəcəsini tapmalıyıq. 7x, 7 vur 12, 84 eləyir. Cavab A variantı olacaq. 24-cü sual. 73 ədədini hansı ədədə bölmək lazımdır ki, qismət böləndən 3 vahid böyük, qalıq isə böləndən 4 vahid kiçik olsun. 73-ü hansı ədədə bölüm ki, yəni x-ə bölüm. Qismət böləndən 3 vahid böyük, bölünən bölən x-dir. Deməli, qismət x üstəgəl 3 olacaq. Qalıq isə böləndən 4 vahid kiçik. Qalığı da qırmızı ilə yazacağım. Böləndən 4 vahid kiçik. X çıx 4 olacaq. Bölünən, bölən, qismət qalıq. Bölünəni tapmaq üçün böləni qismətə vurub üzərinə qalığı gəlirlər. Yəni x-i x üstəgəl 3-ə vurub üzərinə x çıx 4-ü gəlirlər. 73 bərabərdir. Mörtəzanı açaq. X kvadratı üstəgəl 3x. Qalanlarını yazaq. Üstəgəl x çıx 4. 73 bərabərdir x kvadratı. 3x ilə x olacaq 4x çıx 4. Bu çıx 4-ü də digər tərəfə gətirib 73 ilə toplayacağım. Olacaq 77 bərabərdir x kvadratı üstəgəl 4x. 77-ni digər tərəfə keçirsə alınacaq kvadrat tənlik. X kvadratı üstəgəl 4x çıx 77 bərabərdir 0. Bu kvadrat tənlik çevrilmiş kvadrat tənlikdir. Ona görə də biz bunu Viet teoremindən həll eləyə bilərik. Toplayanda mənfi 4 vuranda mənfi 77 olan ədədlər hansıdır? 7 ilə mənfi 11-dir. 7 ilə mənfi 11. Burada mənfini götürməyəcəyik. Deməli, x bərabərdir 7 olacaq. 7 olacaq. Onda cavabımız B variantı olacaq. Gəldik 25-ci sualımıza. 25-ci suala baxaq. 25-ci sual. İfadəni vurğulara ayırın deyir. Biz buradan hər tərəfdən 11-i mörtəzə xaricinə qoysaq, alınacaq x kvadratı üstəgəl y kvadratı üstəgəl 2xy. Bu isə 11 vurulsun x üstəgəl y-in mörtəzə kvadratı deməkdir. Bu da C variantı olacaq. Gəldi 26-cı sualımıza. Tərəfləri 8 və 17 olan bərabər yanlı üçbucağın perimetrini tapın. Bərabər yanlı üçbucaqdan söhbət gedir. Onda ya 8, 8, 17 olacaq, ya da 17, 17, 8 olacaq. Biz bilirik ki, üçbucağın hər hansı bir tərəfi iki tərəfin cəmindən kiçik olmalıdır. Burada 17 8-lərin cəmindən böyükdür. Ona görə də bu olmayacaq. Deməli, aşağıdakı üçbucaq olacaq. İndi bunun perimetri də 3 tərəfin cəmidir. 17 ilə 17-ni 34, 34 ilə də 8-i toplayanda 42 olacaq Y variantı. 26-da cavab Y variantı. 27-ci sual. 27-ci sualda deyilir ki, bilik yarışında 22 oğlan 18 qız iştirak edir. Oğlan və qızların yarışda topladıkları balların ədədi ortası uyğun olaraq 25 və 30-dur. Bütün şagirdlərin yarışda topladığı balların ədədi ortasını tapın. Uşaqlar,
cəm bərabərdir. Deməli, say vurulsun, ədədi orta. Bu düsturdan istifadə eləyəcəyik. Bilik yarışında 22 oğlan var, düzdür? Bilik yarışında 22 oğlan var, düzdürmü? Bunların ədədi ortası nədir? 25'dir. Onda cəm nə qədər olacaq? 22 vur 25. 22 vur 25. Deməli, 20'ni 25'e vuranda 500, 2'ni 25'e vuranda 50. 550. Sonra oğlanlar deməli 550 nəfərdir. Oğlanların cəmi 550 nəfər olduğu ortaya çıxır. Qızlar cəmi nə qədərdir? 18 vurulsun 30. Bərabərdir. 3 dəfə 18'in 54, arxasına bir 0, 540. Qızlar da cəmi 540 nəfərdir. Onda cəmi neçə şagird var? 550 ilə 540'ın cəmi 1090 eləyir. Cəmi 1090 şagird var. Bunların ədədi ortasını tapdıqda ədədi orta nəyə bərabərdir? Cəm böl saya bərabərdir. Ədədi orta. Düzdürmü? Onda ədədi ortanı tapmaq üçün cəmi saya böləcəyik. Yəni 1090'ı və buradan yazıram. 1090'ı böləcəyik bunların sayına. Say nə qədərdir? 22 nəfər oğlan, 18 nəfər qız. 40 nəfər. 1090'ı 40'a böləcəyik. Buradan sıfırlar gedəcək. 109'u 4'ə bölməliyik. Bu da deməli 26 tam 4'də 4 dəfə 20'nin 80, o da 24 104 yox 27 tam olacaq. 4 dəfə 20'nin 80, o da 28 108 qalıq 1. 27 tam 4'də 1, bu da 27 tam %25 olacaq. D variantı olacaq cavabımız. Gəldik 28-ci suala. AC 4 cm, CD 5 cm. AC 4, CD 5 və AB parçasının uzunluğu soruşulur. Deməli biz bilirik ki, toxunanın kvadratı bərabərdir kəsənin çöldə qalan hissəsi vur ümumi hamısı, yəni 4 ilə 5'in cəmi 9. X kvadratı bərabərdir 36 olacaq, X də olacaq 6C variantı. 29-cu suala baxaq. OD şurası AOC bucağının tən böləni olarsa X'i tapın. Tən bölən, tən yarı bölən deməkdir. Yəni 5x bərabərdir 2x üstə gəl 36 olacaq. 5x-dən 2x çıxanda 3x bərabərdir 36, x bərabərdir 36'ın 3'ə böləndə 12. X'i tapın, x oldu 12B variantı. Bu da mənim 9-cu sinif şagirdlərinə növbəti dəstəyimdir. Dəstəklər davam eləyəcək. Uşaqlar, kanalıma abunə olmağı, like etməyi və linki paylaşmağı unutmayaq. Abunələri çoxaldaq ki, mən yeni videolar çəkmək imkanına malik olum. Bu arada uşaqlar, yeni hazırlıq qrupları artıq təşkil olunur və mənim hazırlığıma qoşulmaq istəyənlər 055 887 27 47 nömrəsi ilə, WhatsApp nömrəsi ilə əlaqə saxlayaraq hazırlığıma qoşula bilərlər. Sağ olun, gələn görüşlərədək.